Lənkəranda ildırım evlərin birinə düşüb. Hadisə rayonun Viyan kəndində baş verib. Kənd sakini 62 yaşlı Şahan Hüseynova məxsus 2 mərtəbəli 4 otaqlı evə ildırım düşüb. Sakinlər deyir ki, ilk dəfə idi Lənkəranda belə güclü ildırım çaxırdı. İldırım əvvəl həyətdə olan dirəyi vurub. Dirəyə bağlanan naqil vasitəsilə evə keçib. Belə ildırım çaxdı da. Əvvəl dedim də o tarafa vurdu dirəyə, böyük dirəyə. Sonra gəldi 2 dəfə də buna vurdu. Bu dirəyə dayandan sonra bu gizlənətlər bura bağlı değildi əvvəllər. Sonra bunu bağlamış. Bunun bura yaxın olmayına görə buradan top kesib girmişdi evin içinə, evin içinə qoyub, yandırıb. Pəncərədən mən öz gözümlə gəlmişəm, 2 dəfə buna vurdu. Ondan sonra 1 saat yarım, iyi də hiss elədim ama rezini hiss elirdim. Baxırdım evdə gördüm yoxdu, heç bilmirdim bu evdə olar. Ondan sonra bir saat yarım keçdi, qonşular qışqırır ya, gəldi köməyə. Ümumiyyətlə ildırım çox belə bir şey olmuş. Belə görməmişdik birində və çox güclü ildırım, amma belələrin rast gəlmişdi, Rusiyada da Moskvada rast gəlmişdi. Amma burada belə biz görməmişdik. Bundan sonra evdə yanğın başlayıb. Sakinlər və qonşular tərəfindən yanğının qarşısı alınıb. Qonşuda yaşadım. Mən həyata düşdüm, gördüm ki, tüstü çıxırdı amma. Oradan qaçdım, gəldim, gördüm ev yanır da. Onun qardaşı, yoldaşına dedim ki, ev yanır. Gəldim, vedrə əzaz suyu gətirib səpəndə, qonşular hamısı gəlib yığışdılar. Hamısı köməklə elədilər, söndürdü. Baxdı, prosto birinci dəfə mən görəndə gördüm ki, ildırım həmən dirəyə vurdu. O dirəklə, o kabel xətti ilə həmən enerji vurub içəridəki razıskaları, içəridəki şunlar hamısını yandırmışdı aşağıda. Yana-yana, otda olduğuna görə yanğının şeyi güclənmişdi də, artıq dərəcədə yanmışdı. Şükür. Evdə yaşayış yoxdur, burada olmurlar. Hər yayda gəliblər, gedirlər. Qeyd edək ki, hadisə baş verən zaman evdə heç kim olmayıb. Ev sahibi Rusiya Federasiyasında yaşayır. Onu da bildirək ki, ev sahibi Şahan Hüseynov Vətən müharibəsi şəhidi Məhəmməd Hüseynovun əmsidir.